Sizlərə çox gözəl bir ərazidə yerləşən, çox gözəl və qiyməti endirilmiş bir həyət evini təqdim edirəm. Diqqətlə baxın bu evə. Çox yaxşı evdir. Nəyə görə? Çünki tək evdir. Baxın, evin sağ hissəsi də, sol hissəsi də açıqdır. Yəni nə sağ hissəsində ev tikiləcək, nə sol hissəsində ev tikiləcək. Qabağı yoldur, hündür ərazidədir, yolu da asfaltdır. Belə evlər tapmaq çox çətindir. Yəni bitişik evlərdən deyil, paket damdır, qoşa daşla tikilib. Mərtəbələr arası monolit betondur, fundamental tikilişə malikdir və evin küçəsi. Küçə gördüyünüz kimi asfaltdır, hündür ərazidə yerləşir. Yaxınlığında məktəb, marketlər, dayanacaq mövcuddur. Ərazinin ən hündür yerlərindən biridir. Hündür, quru, rütubətsiz bir yerdədir. Sənədimiz əlbəttə ki, kubçadır, qazı, suyu, işığı, kanalizasiyası var. Ev sahibi bir neçə vaxtdır ki, bu evi alıb, sadəcə olaraq yaşamadığı üçün, evə gediş, gəliş olmadığı üçün evi satmaq qərarına gəlib. Evdə heç bir problem yoxdur. Yəni həyətindən də görünür ki, evə gəlmədiyi üçün həyətdə otlarla əhatə olunub, həyət tam daşlarla üzlənib. Burada evin zirzəmisidir, yerdən kürsülüdür. Rahat şəkildə həyətə bir iki maşın daxil ola bilir. Eyni zamanda istəsəz həyətdə burada besetka da yığdıra bilərsiniz. Yəni burada kifayət qədər yeri var. Hündür ərazidədir, interneti nə kimi var, qaz, su, işıq, kanalizasiyası var. Çox gözəl evdir. Qiyməti endirilmiş bir qiymətdir. Hal-hazırda 109.500 manata endirilib. Pəncərələr raşotqalanıb. Bir daha da qeyd edirəm ki, tək evdir. Yəni sağı da, solu da açıqdır. Digər evlər kimi bitişik ev deyil. Ətrafda tam yaşayışlı bir ərazidir. Çox gözəl yerdə yerləşir. Havası təmiz, hündür bir ərazidədir. İkinci mərtəbəyə qalxan taxta pilləkənlər, pilləkənin alt hissəsində şkaf yeri. Qiyməti bir daha da qeyd edim. Qiymət 109.500 manatdır. Masazır qəsəbəsində yerləşir. Bura evimizin qonaq otağıdır. Döşəməsi laminatdır. Evdə bir gün belə yaşayış olmamağına baxmayaraq, yəni indiki boş evlərdə yaşayış olmasa, aboylar görürük ki, kleydən aralanır. Yəni bu evdə heç bir qüsur yoxdur təmir baxımından. Çox gözəl, çox səliqəli evdir. Mətbəxi və ən əsas bütün otaqlara işıq düşən pəncərəsi var. Hamam otağı. Kubçalı evdir, bir daha da qeyd edim. Kommunallar daimidir. Eyvandan mən sizə bir daha da küçə görünüşünü göstərəcəm. Bəlkə ərazini tanıyarsınız. Deməli, pilləkənlərlə qalxdıqda burada bizdə yataq otağıdır. Evdə işıq yandırmağa ehtiyac yoxdur. Hər mərtəbədə işıq xəttləri atılıb, hər mərtəbədə sanuzeli var. Burada yataq otaqları, hamısı genişdir, işıqlı pəncərəsi var. Çox yaxşı evdir. Yəni 100.000 civarında olan evlərin içərisində ən yaxşı təklif olunan evlərdən birini sizlərə təqdim edirəm. Təmiz, səliqəli və balkona keçək. Baxın necə görürsünüz, hündür ərazidədir. Belə bir yerdə yerləşir, ətraf tam yaşayış olan bir yerdir. Buyurub zəng edib maraqlana bilərsiniz. Sağ olun.